Salam, əziz və hörmətli kanal izləyicilərimiz, xoş gördük yeni bir gündə sizi. Bugün sizlərə Xırdavan şəhərində, Təzə bazarın yaxınlığında 12 mərtəbəli yeni tikili binanın 3-cü mərtəbəsində 90 kvadratdan ibarət 2 otaq sözdəlmə mənzilindən çəkib tanış eləməyə gəlmişik. Çəkilişə başladıq mənzilimizin qonaq otağından, hörmətli izləyicilər. Belə geniş bir qonaq otağı var, gördüyünüz kimi. Bax, mənzilimiz, hörmətli izləyicilər, çıxarışlı mənzildir, ipoteka yararlı mənzildir. Görürsünüz, mənzildə kondisioner də qalacaq, kombi sistemi var. Buradan keçirik dəhlizə. Belə böyük bir dəhlizi var. Ümumi dəhlizi göstərim sizə. Görürsünüz, hörmətli izləyicilər. Belə bir dəhlizi var. Radiatoru var, kombisi var. İnternet xətti var. İşıqları yanmır, üzrlə hesab edin. Biraz qaranlıq düşəcək. Bax, bu sanitar qovşağıdır. Belə bir sanitar qovşağı var. Bura yataq otağıdır. Burada belə bir eyvanı var. Görürsünüz, bu kombi aparatı bax buradadır. Qazı, işığı, suyu, hər bir, bütün kanallar mövcudda, yəni hörmətli izləyicilər. Bu da eyvan hissəsidir, bax. Görürsünüz, düz Heydərliyev prospekti ilə hardasa belə deyək də bir maksimum olar 70-80 metr məsafədə. Bax, gördüyünüz o yolda Heydərliyev prospektidir. Həm Təzə bazara yaxındır, həm Heydərliyev prospektinə yaxındır, hörmətli izləyicilər. Çox əlverişli bir yerdə yerləşir mənzilimiz. Kubça əldədir. 3 otağa düzəlmədir. Bütün otaqlarına da, hörmətli izləyicilər, yəni pəncərə düşür. Qanuni sənəddə 2 otaqlı, 3 otağa düzəlmədir. Bu da növbəti bir otağımızdır. Görürsünüz, şey bir mənzildir. Bu otaqdan keçirik mətbəxə. Belə xudmani bir mətbəxi də var.